Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz möminlər, əziz dostlar, Allah bu mübarək Ramazan ayı bizlərə sonuncu Ramazan qərar verməsin. Allah ibadətlərimizi qəbul eləsin. Bəhsimiz Quran-ı Kərimdən misallarla bağlıdır və bugünkü bəhsimizdə də Allah Taala'nın Quran-ı Kərimdə mübarək Bəqərə surəsinin 261-ci ayəsində infaqla bağlı, Allah yolunda pul xərcləməklə bağlı bir misalını sizin diqqətinizə çatdıracağam. Allah Teala bu ayədə buyurur ki, Bismillahirrahmanirrahim. Məsəlul-ləzīnə yunfiqūnə əmvələhum fī səbīlillah kəməsəli habbətin ənbətət səb'a sənəbil. في كل سنبلة 100 حبة والله يضاعف لمن يشاء والله واسع عليم. Sadaqallahul aliyyul azim. Allah buyurur ki, o şəxslər ki, Allah yolunda pul xərcləyərlər, infaq eləyərlər, Allaha görə bu işi görərlər, onların misalı bir buğda toxumunun misalına bənzəyir ki, həmin buğda toxumun əkərsən, həmin buğda toxumundan 7 dənə sümbül çıxar. Və 7 sümbülün hər birində 100 dənə tum olar, 100 dənə buğda dənəsi olar. Sonra buyurur ki, Vallahu yudaifu limən yeşə. Allah istədiyi insan üçün artırır, əvəzin verir. Allahu vasiun alim. Allah həqiqətən rəhməti geniş və elmli olan, elmi mütləq olan Allahdır. Ayədən başa düşürük ki, Allah Subhanahu Taala bizi yaxşı işlər görməyə və xüsusən varlıları, imkanlı insanları Allah yolunda pul xərcləməyə təşviq eləyir. Və oxuduğumuz kimi insan əgər Allah yolunda pul xərcləsə, Allaha görə pul xərcləsə və onun əvəzin Allah 2 qat və daha çox Quran-ı Kərimin başqa ayələrinə əsasən daha çox Allah artıracaq. Və ümumiyyətlə, əzizlər, diqqət eləsinlər, həm Quran-ı Kərimə baxanda, həm rivayətlərə baxanda görürük ki, çoxlu bu barədə xəbərlər var ki, imkanlı insanlar, varlı insanlar xüsusi olaraq və ümumi olaraq hər kəs Allah yolunda sədəqə verməlidir, Allah yolunda pul xərcləməlidir. Və Quran-ı Kərimin başqa ayələrinə əsasən hər kim Allaha versə, hər kim Allah yolunda versə, təciduhu indallah. Allah Quranda buyurur ki, bütün təqdim elədiyiniz xeyirlərin, əcrin, belə deyək, bədəlin Allah yanında tapacaqsınız. Və imamlardan, məsumlardan hədislərdə də qeyd olunur ki, Allah Taala kasıbların haqqın varlıların qazancında qoyubdur. Və bəzi xəbərlərdə də var ki, Həzrət İmam Zamanla bağlı, Həzrət İmam Zamanın zuhurundan sonra, İmam Zamanın qurduğu hakimiyyətdən sonra, İslam hakimiyyətindən sonra kasıblar olmayacaqlar. Yəni, insanlar, varlılar öz sədəqələrin, öz zəkatların, xumusların vaxtında verəcəklər və kasıb insanlar olmayacaqdır. Ayədə qeyd olunan bir neçə nöqtəni sizin diqqətinizə çatdırım. İslam dinində ümumiyyətlə vacib vergilər var və müstəhəbbi vergilər var, yəni sədəqələr var. Məsələn, xumusdur ki, bilirsiniz, insanın illik gəlirinin artıq, qazancının artıq qalanından 5-dən 1-in Allah üçün ayrılır, müəyyən yerlərə sərf olunur. Və zəkatdır ki, məsələn, birinin heyvanı var, birinin əkin sahəsi var, müəyyən bir miqdarda, hətta çatanda, necə ki, fiqhi kitablarda qeyd olunur, insan ondan bir qədərini çıxardıb Allah yolunda fəqirə, dindar fəqirə verməlidir, kasıb fəqirə verməlidir. Və həmçinin Quran-ı Kərimimiz, dinimiz müstəhəbbi sədəqələrə də o cümlədən yer ayırıbdır. Müstəhəbbi sədəqə. Müstəhəbbi sədəqə budur ki, bir nəfər gəlir əlini açır, bir nəfər gəlir sənə ağız açır və qapı döyür, onu boş qaytarmayasan. Bu müstəhəbbi sədəqədir. Ümumiyyətlə, əzizlər, bir şey diqqətlə çatdıraq ki, biz bu dünyada əməlin böyüyünə, kiçiyinə baxmayaq. Bəli, bizim üçün müəyyən əməl böyük ola bilər, müəyyən əməl kiçik ola bilər. Amma Allah yanında
Əsas ixlas məsələsidir. 20 qəpik Allah yolunda pul verərsən və unudarsan, o 20 qəpik sənin heç belə yəni iqtisadi vəziyyət və bir ziyan da vurmaz. Ümumiyyətlə insan 20 qəpik xərcləyəndə nə baş verir ki? Heç nə. Amma onu Allaha görə etsin, qiyamətin çətin səhnəsində Allah o 20 qəpiyi gətirib böyük bir mükafatla sənə əvəz eləyər, əvəzin verir. Yaxud hələ bu dünyada bir yaxşı iş görərsən, o yaxşı işə görə Allah səndən və balalarından, əzizlərindən böyük bir dənə bəlanı neyniyər? Bəlanı uzaq eləyər. Eşitmişsiniz, bilirsiniz ki, məsələn, insanın başına ki, bir hadisə gələndə buyururlar ki, sədəqə çıxardın, qurban kəsin və yaxud müəyyən bir xeyir iş görün ki, bu da onunla bağlıdır ki, insan yaxşı işlə özündən, sədəqə ilə özündən bəlanı və müəyyən problemləri uzaqlaşdırır. Müstəhəbbi sədəqə də həmçinin dinimizdə bəyənilmiş məsələdir. Yaxşı, bu sədəqəni bildik, Allah Teala Quran-Kərimin bir neçə ayələrində bizə müstəhəbbi sədəqə, vacib öz yerində bu müstəhəbbi sədəqəni bizə Allah buyurur. Bunun şərtləri nədir? Hansı şərtlər əsasında biz bu işləri görməliyik? Cavab bundan ibarətdir ki, birinci budur ki, ixlas. Allah yolunda ixlas. Ümumiyyətlə, dində ixlasdan gözəl şey yoxdur. Allaha görə, Allah üçün. Hər kim Allah üçün iş görsə, heç nəyə narahat olmayacaq. Həm dünyada bərəkətin görəcək, həm axirətdə bərəkətin görəcək. Həm də qarşı tərəfdən heç nə olmayanda insan rahat yaşayır. Sən bir nəfərə bir yaxşılıq eləyəndə, qarşı tərəfdən vacib salam gözləyəndə, vacib o da sənə hörmət eləsin, vacib o da sənə nəsə bir yaxşılıq eləsin, əvəz gözləyəndə, o etməyəndə sən narahat olacaqsan. O sənə salam verməyəndə narahat olacaqsan. O sənə əvəzini etməyəndə narahat olacaqsan. Amma Allah üçün eləyəndə insan elə Allahdan əcrin, xeyrin istəyəcək. Birinci budur ki, ixlas. İkinci məsələ budur ki, minnətsiz etdiyimiz işlər gərək, verdiyimiz sədəqələr gərək minnət qoymayaq. Allah Teala bu barədə Quran-Kərimdə buyurur ki, imkanın da olmayanda yaxşı pul verməyə, imkanın da olmayanda gözəl sözlə yola sal. Buyurur ki, qavlun ma'rufun və məğfirətun xeyrun min sədəqətin yətbəuha əza. Gözəl söz, qəşəng söz və o sədəqədən xeyirlidir ki, o sədəqədən sonra insan minnət qoyacaq. İnsan əziyyət eləyəcək qarşı tərəfə minnət qoymaq üçün. Minnətsiz sədəqə. Yəni, heç bir kəsi allatmayasın. İnsan bir yaxşı iş görər. Mümkündür, əməlində də, ilkin mərhələdə də ixlasla bu işi görür. Amma şeytan vəsvəsə eləyər, gələ minnət qoya, gedə başqa yerdə danışa, artıq o ixlası da neynəyəcək? Aradan aparacaq. Və xüsusən bu nöqtəyə diqqət eləyək ki, Quran buyurur, qavlun ma'ruf, gözəl söz. Qapıya bir nəfər gəldi, bir nəfər qapı döydü, yaxud bir nəfər əlini açdı. Pul yoxdur vermə, amma təhqir eləmə, amma alçatma, amma artıq söz demə. Denən, get, Allah sənə ruzu versin. Görmüşəm bəzi ərəb dövlətlərində bu var ki, bu həqiqətən Quranın bir əxlaq dərsidir ki, get Allah ruzu yetirsin, get Allah köməyin olsun, Allah sənə başqa tərəfdən yetirsin. Amma fəqiri təhqir eləyəsən, alçaldasan, bu yaxşı iş deyildir. Və həmçinin Quranın bizə bir tapşırığı var ki, hökmən deyil insan pul versin. Bəzilərimiz elə bilirik ki, elə ruzu, bərəkət, xeyr ancaq puldur. Xeyr ancaq mal dövlətdir, xeyr. İnsan mümkündür bu ruzunu pulla versin. Təbii ki, bir nəfər pul istəyirsə, pulla bunu ödəsin. Mümkündür bir ruzunu, bir infaqı Allah yolunda öz fiziki gücü ilə etsin. Mümkündür bir nəfər səni çağırır, bir 10 dəqiqə səndən məsləhət edir, məşvərət edir, bir yarım saat və 20 dəqiqəni onun üçün sərf eləyəsən. Mümkündür bu da Allah yolunda bir sədəqə olsun. Mümkündür bir nəfər sənə deyir, mənə Quran öyrət, mənə elm öyrət, elmi zəkatın verirsən, sədəqəsini verirsən, bu da mümkündür. Ona görə Quran-Kərimdə Allah Teala mübarək Bəqərə surəsində buyurur ki, möminlərin öndə olan xüsusiyyətlərindən biri budur ki, və mimma rəzaqnahum yunfiqun. Bizim onlara verdiyimiz hər bir nemətdən Allah yolunda keçərlər.
Əziz Peyğəmbərimiz bu barədə ümumiyyətlə fəqirlə bağlı mövzuda bu cür buyurur. Əziz Peyğəmbərimiz buyurur ki, fəqirə gücünüz çatan şeyi verin. Bir şeyə ki, gücün çatır, onu fəqirə ver. Ya da bəyənilmiş şəkildə yola salın, gözəl sözlə yola salın. Sonra Peyğəmbər gözəl bu işin illətin izah edir. Ya pul ver, yaxud hər hansı bir şey əta elə ver, yaxud da ki, gözəl şəkildə yola sal, bəyənilmiş şəkildə yola sal. Niyə ya Rasulallah? Buyurur ki, çünki qapıva gələn şəxsi Allah səni imtahan etmək üçün bir mələk simasında bir insanı sənin qapıva, insan simasında bir mələk Allah sənin qapıva göndərə bilər. O şəxsi Allah sənin qapıva göndərə bilər və sən tanımazsan, ona kobudluq eləyərsən. Necə ki, bəzi hədislərdə var, Allahın insanlarla gözəl davranın, yaxşı davranın. Çünki Allahın dostları, xüsusi bəndələri, övliyalar Allahın bəndələri içində gizlanıblar, biz onları tanımırıq. Amma biz kiməsə qarşı kobudluq eləyəndə bəlkə Allahın sevdiyi bir şəxsi biz onu tanımırıq. Məsələ çox mühümdür. Ona görə bu sədəqə məsələsində diqqətli olmalıyıq ki, və həmçinin Quran-ı Kərimin Zuha surəsində ki, Allah Peyğəmbərimizə buyurur ki, فَأَمَّ السَّائِلَ فَلَا تَنْهَرْ Peyğəmbər qapıva gələn saili, qapıva gələn diləncini kobud şəkildə yola salma. Təbii ki, Peyğəmbər bu işi görmürdü. Yəni, Allah Taala bizə Peyğəmbər vasitəsilə bir çatdırmaq istəyir ki, qapıva gələn dilənci. Bəlkə də bu ayədən üləmalar, alimlər başa düşüblər ki, hətta bir nəfər varlı imkanlı ola özün fəqirliyə qoyub qapıva gəlibsə, buyururlar, onu da qapından boş qaytarma. Kafir də olsa, başqa dindən də olsa, onu qapından boş qaytarmayasan. Ümumiyyətlə, bu məsələ önəmli məsələdir. Alimlərdən birinin gözəl sözü var. Allah varlılar üçün bir cənnət qapısı açıb. Namaz qılmırsa, oruç tutmursa, müəyyən Allahla öz arasında olan ibadətləri yerinə yetirmir. Amma imkanı varsa, heç olmasa imkanından xərcləsin. Bəlkə Allahın rəhməti genişdir. Allahın bir bəndəsinə əl tutsun, onun əməliyyatına, xəstəsinə pul xəydəsin. Allahın rəhməti genişdir. Bəlkə öz haqqından neyniyər, keçər. Allah bizləri inşallah bu ayda, bu gözəl ayda bu dəyərləri, bu qiymətli sözləri başa düşüb, dərk edib əməl edənlərdən qərar versin.